Salam dəyərli müəllimlər. Bu gün müəllimlərin işə qəbuluna hazırlaşanlar üçün və eyni zamanda müəllimlərin sertifikatlaşdırılması imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün bir neçə test tapşırığının izahını verəcəyəm. Sualların izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə və videolarımızın davamının gəlməyini istəyirsinizsə kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı da unutmayın. Əgər bizimlə ödənişli formada müəllimlərin işə qəbuluna, eyni zamanda sertifikasiya imtahanına hazırlaşmaq istəyirsinizsə, aşağıda göstərilən nömrəyə 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs və sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Vaxt itirmədən başlayaq testlərimizin izahına. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuş cümlələri müəyyən edin. Bilirsiniz ki, həm müəllimlərin işə qəbulunda, həm də sertifikasiya imtahanında frazeoloji birləşmə ilə bağlı test tapşırıqları olur. İndi burada diqqətli olun. Gəlin baxaq. Dinməsə də Zərnicar xanımın ürəyinə xal düşmüşdü. Burada xəbəri, yəni sintaktik təhlil etmək lazımdır. Ürəyinə xal düşmüşdü cümlənin xəbəridir. Ürəyi, xal, düşmək ifadələri ayrılıqda müstəqil leksik mənalar versə də, mövcud vəziyyətdə öz həqiqi mənalarını itirərək birlikdə bir məcazi məna ifadə edirlər və frazeoloji birləşmədirlər. Dinməsə də Zərnicar xanımın ürəyinə şübhə düşmüşdü. Yəni, ürəyinə xal düşmək ifadəsi şübhələnmək anlamındadır. Şübhələnmək. Eyni zamanda məcazi bir ifadədir. Ürəyinə gedib xal düşə bilməz ki, düzdürmü? Yəni, frazeoloji birləşməni müəyyən edən zaman müəyyən qədər məcaziliyə də baxmaq lazımdır. Çünki bu birləşmələr məcazi birləşmələrdir. Lakin bu o demək deyil ki, bütün məcazi birləşmələri biz frazeoloji birləşmə götürməliyik. Ürəyinə həqiqətən də gedib xal düşə bilməz. Yəni, şübhələnmək anlamında frazeoloji birləşmədir. Ona görə biri götürürəm. Bir olmayan variantları çıxıram ki, İşim daha da rahatlaşsın. Davadalaşın səhəri günü bacısının yanına getmişdi. Cümlənin xəbəri getmişdi sözüdür. Getmişdi də nəqli keçmiş zamanda olan, yəni sözün kökü getdi, miş nəqli keçmiş zaman, di də idi hissəciyidir. Nəqli keçmiş zamanla ifadə olunmuş sadə bir feildir. Və burada xəbərimiz sadəcə feildir. Frazeoloji birləşmə deyil. Ona görə 2-ni çıxıram və 2 olan variantları da çıxmaqla doğru cavabın C variantı olduğunu görürəm. Baxırıq 3-ə. Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü. Qara buludlar həqiqətən də kəndin üst tərəfində olan təpələri bürüyə bilər. Yəni, qara bulud göydə var. Təbiətdə baş verən hər hansı bir hadisə nəticəsində qara bulud gəlib təpənin üstünü örtə bilir. Düzdürmü? Yəni, qara sözünün, bulud sözünün, bürümüşdü sözünün hər birinin ayrı-ayrılıqda mənası var. Eyni zamanda sintaktik təhlil edəndə bürümüşdü nə? Buludlar cümlənin mübtədasıdır. Necə buludlar? Qara buludlar da cümlənin təyinidir. Amma frazeoloji birləşmələr tərkibinə görə parçalanmır, birlikdə bir cümlə üzvü götürülür. Yəni, qara buludlar bürümüşdü ifadəsini frazeoloji birləşmə ona görə düşünə bilmərik ki, birinci növbədə təpənin üstünü həqiqətən də qara buludlar bürüyə bilər. Frazeoloji birləşmələr məcazi olur, həqiqi olmur. Və eyni zamanda sintaktik təhlil zamanı görürük ki, bürümüşdür cümlənin xəbəridir, buludlar isimdir, qara isə təyindir. Demək ki, 3 olan variant da doğru cavab ola bilməz. Cahandar ağa Allahyarın məqsədini başa düşmüşdü. Başa düşmək frazeoloji birləşmədir. Nə isə gedib onun başının içərisinə düşə bilmir, düzdürmü? Başa düşmək anlamaq anlamındadır. Anlamaq. Anlamaq anlamını ifadə edir və başa düşmək ifadəsi frazeoloji birləşmədir. Yəni, başa və düşmək ifadələri ayrılıqda müəyyən mənanı ifadə etsələr də, mövcud vəziyyətdə öz həqiqi mənalarını itirərək birlikdə bir məcazi məna ifadə edirlər. Demək ki, frazeoloji birləşmədirlər. Və Allahyarın məqsədini onun başına aparıb atmırlar və yaxud da onun başına düşmür. O anlamda frazeoloji birləşmədir, yəni məcazi birləşmədir. Çarıqlarını və iplik corablarını soyunub suya girdi. Burada cümlənin xəbəri girdi sözüdür. Girdi sözü də ümumiyyətlə soyunub suya girdi və corablarını soyunub suya girmə ifadəsi də həqiqi mənadadır. Yəni, həqiqətən insan corablarını soyunub suya girə bilər. Və cümlənin xəbəri də ümumiyyətlə frazeoloji birləşmə deyil, girdi sözüdür. Və bu sadəcə bir sözdür.
Şərtə diqqət yetirin frazeoloji birləşmə. Frazeoloji ifadələr birləşmələrdir və bu birləşmələr daşlaşmış sabit birləşmələrdir. Yəni sabit söz birləşmələridir. Dəyişməzdilər. Girdi ifadəsi isə sadəcə bir sözdən ibarət olduğu üçün frazeoloji birləşmə deyil və eyni zamanda məna baxımından da həqiqi mənadadır. Doğru cavab oldu C variantı. Keçirik 2 nömrəli test tapşırığına. Cümlələrin birində toplu isim işlənmişdir. Toplu isimlər hansılardır? Məsələn, xalq, kütlə, yəni bunlar toplu isimlərdir. Baxırıq A variantına, gənclər yarışa hazırlaşırlar. Gənclər sözü gənc sifətdir, lər də onun üzərindədir, yəni sifət cəm şəkilçisi qəbul edibdir və ümumiyyətlə cəm şəkilçili söz toplu isim deyil, toplu isim topluluq bildirən, yəni üzərində qrammatik olaraq lar-lər şəkilçisi olmadan topluluq bildirən isimlərdir. Burada isə ümumiyyətlə sifət cəm şəkilçisi qəbul edib, bizə isim lazımdır. Yarış sözü deyə bilərsiniz ki, yarış ifadəsi, yarış sözü isimdir, yəni yarışda topluluq olaraq insanlar iştirak edirlər, yarış edirlər. Sadəcə bilməlisiniz ki, bu söz toplu isim deyil. Çəmənlər gül çiçək içində idi. Çəmənlər sözü, çəmən ismi üzərində lər şəkilçisi var. Çəmən dedikdə nəyinsə topluluğu nəzərdə tutulmur. Yəni, ola bilər ki, deyirsiniz ki, çəməndə müxtəlif otların olması topluluq bildirir. Bu toplu isim deyil. Və yaxud da adətən deyirlər ki, narın içində dənələri var, demək ki, nar toplu isimdir. Və yaxud da üzümün salxımı, üzümdə çoxlu üzüm dənələri var, gilə meyvələri var və bu topluluq bildirə bilər, xeyr. Yəni, nardır. Baxın, Selcan narları səbətə doldurdu. Üzərində cəm şəkilçisi var, amma nar sözü toplu isim deyil. Buzovlar talada otluyurdular. Buzov ismidir, üzərində lar şəkilçisi var, topluluq bildirmir. Amma kütlə meydana tərəf axışdı. Kütlə sözü, kütlə dedikdə burada bir neçə insanların olması nəzərdə tutulur. Üzərində cəm şəkilçisi olmadan qrammatik baxımdan topluluq bildirən sözlərdir. Ona görə doğru cavab olur C variantı. Keçək 3 nömrəli test tapşırığına. Meşələr diyarında Cırtdan adlı balaca oğlan nənəsi ilə şad-xürrəm yaşayırdı cümləsindəki ikinci dərəcəli üzvləri ardıcıllıqla göstərin. Verilmiş test tapşırığını yerinə yetirmək üçün ilk növbədə söz sintaktik təhlil edilməlidir. Daha sonra şərtə diqqət yetirilməli, ikinci dərəcəli üzvləri tapmaq lazımdır və onları ardıcıl göstərmək lazımdır. Yəni, bu ardıcıllıq məsələsinə mütləq şəkildə diqqət yetirilməlidir. İndi gəlin cümləmizi sintaktik təhlil edək. Yaşayırdı cümlənin xəbəridir. Yaşayırdı kim? Oğlan. Hansı oğlan? Balaca oğlan. Hansı balaca oğlan? Cırtdan adlı balaca oğlan. Harada yaşayırdı? Meşələr diyarında cümlənin zərfliyidir. Harada zərfliyin sualıdır. Daha sonra kim ilə yaşayırdı? Nənəsi ilə cümlənin tamamlığıdır. Necə yaşayırdı? Şad-xürrəm yaşayırdı. Bu da zərfliyidir. Burada bizə mübtəda ilə xəbər lazım deyil. Çünki ikinci dərəcəli üzvlərdən söhbət gedir və biz fikir verməliyik nəyə? İkinci dərəcəli üzvlərin ardıcıllığına. Birinci növbədə gəlir zərflik, ikinci gəlir təyin, baxın təyin, təyin, təyin. Daha sonra tamamlıq gəldi, yəni mübtədanı saymırıq. Nəyə görə saymırıq? Çünki ikinci dərəcəli üzv deyil. Tamamlıq və zərflik gəlibdir. Xəbəri saymırıq, çünki ikinci dərəcəli üzv deyil. Doğru cavab olur D variantı. İndi burada sintaktik təhlildə nəyə diqqət yetirməlisiniz? Gəlin onlara müəyyən qədər toxunmağa çalışaq. Yaşayırdı cümlənin müstəqil xəbəridir. Yəni, yaşayırdı ifadəsini cümlənin xəbəri götürmək olar. Kim? Oğlan. Oğlan yaşayırdı deyə bilirəmmi? Bəli, deyə bilirəm. Yəni, müstəqil cümlə üzvü hesab etdiyimiz söz xəbərlə əlaqəyə girməlidir. Necə yaşayırdı? Şad-xürrəm yaşayırdı. Şad-xürrəm yaşayırdı da deyə bilirəm. Amma, baxın, nənəsi ilə yaşayırdı. Yenə də deyə bilirəm. Yəni, xəbərlə əlaqələndirirəm. Əlaqələnirsə müstəqil cümlə üzvüdür. Balaca yaşayırdı demək olsa da burada təyin ismi izah etməlidir. Yəni, təyin aid olduğu üzvü izah edir. O da balaca oğlan deyə bilirəm. Bəli, deyə bilirəm. Cırtdan adlı balaca oğlan yenə də deyə bilirəm. Meşələr yaşayırdı demək düzgün deyil. Çünki bu cümlənin tərkibində onu demək mümkün deyil. Meşələr diyarında. Meşələrin diyarı
Fikir verdinizsə, təyini söz birləşməsidir, və söz birləşməsi də sintaktik təhlil zamanı birlikdə bir cümlə üzvü götürülür. Ona görə bunları birlikdə sintaktik təhlil etmişik. Və burada cümlə üzvlərinin sualını verməklə onun təyin, zərflik, mübtəda və xəbər, tamamlıq olduqlarını da müəyyən etmiş olduq. Əgər sintaktik təhlildə hər hansı bir çətinliyiniz varsa, bunu mütləq şəkildə rəy hissəsində qeyd edin. Rəyin çoxluğunu nəzərə alaraq sintaktik təhlili ən sadə, ən yadda qalan və rahat formada sizə izah edəcəyəm. İndi isə keçək 4 nömrəli test tapşırığına. Hansı cümlədə ədat yoxdur? Bilirsiniz ki, həm müəllimlərin işə qəbulun müsabiqəsində, həm də sertifikasiya imtahanında köməkçi nitq hissələri ilə bağlı test tapşırıqları qarşınıza çıxa bilər. Bu musiqi gör nə qədər talelərdən xəbər verir. Gör burada ədatdır və bilirik ki, ədat cümlənin və ya sözün təsir gücünü artırmağa xidmət eləyir. Bu musiqi gör nə qədər talelərdən xəbər verir. Gör sözü, yəni xəbər formasında gəlsəydi, o zaman biz onu feil kimi düşünə bilərdik. Mövcud vəziyyətdə isə ədatdır. Yox mudur səndə gülüm, heç insaf. Mu sual ədatıdır. Sual cümləsinin formalaşmasına xidmət eləyirdi. Bu çiçəyin gözəlliyinə bax, insanı valeh eləyir. Bu çiçəyin gözəlliyinə bax, nə et? Nə et sualına cavab verdiyinə görə feildir. Feil. Ədat isə suala cavab vermir. Bilirik ki, köməkçi nitq hissələri suallara cavab vermir. Amma burada suala cavab verdi, demək ki, o feildir. Doğru cavab olur C variantı. Tale yüklü məsələlərdə tək sənə inanıram, yalnız sənə inanıram. Demək ki, burada məhdudlaşdırıcı ədatdır. Daha sonra, harda olsan gələrəm, tək sən səslə məni. Burada da demək arzu ədatı işlənmişdi. Ədat. Doğru cavab oldu C variantı. Köməkçi nitq hissələri daha çox əzbərçilik tələb eləyir və müəyyən mənada da həmin nitq hissələrini duymaq məsələsi var. Həm əsas, həm də köməkçi nitq hissələrini bəzən bir-birindən fərqləndirməkdə müəyyən qədər çətinlik çəkirsiniz. Videolarımızı izləyin, onları bir-birinə fərqləndirməklə də bağlı kanalımızda video olacaq. 5-ə baxırıq, hansı cümlədə iki söz yazılışına fərqli tələffüz olunur? Yazılışına fərqli tələffüz olunan iki söz lazımdır. Burada sözün sonunda c ilə əvəz olunur, çünki samitlə başlayan şəkilçi gəlibdir. Sözün sonunda c samiti o zaman c kimi tələffüz olunur ki, özündən sonra samitlə başlayan söz və ya şəkilçi gəlsin. Burada da dakı şəkilçisi d samiti ilə başlayır, demək ki, fərqli məqam baş verdi. Quş yuvaları məni sevindirirdi. İki söz yox, bir söz. Yalnız bu sözdə fərqli məqam var. Quyudan çıxarılan su sərin idi. Bu cümlədə fərqli məqam yoxdur. Bugünkü imtahan həyəcanı bizdən uzaq idi. Burada qığı əvəzlənməsi baş verir. Çünki sözün sonunda q samiti gəlibsə, özündən sonra saitlə başlayan söz və ya şəkilçi eyni zamanda hissəcik gələrsə, qığı əvəzlənməsi baş verəcək. Yəni bir fərq var. Bizə iki söz yazılışına fərqli olsun deyir. Bu variantı da çıxırıq. Sular durulur, havalar istiləşirdi. Burada t-dı əvəzlənməsi baş verdi. Yəni bir fərq baş verdi. Ona görə bu variantı da götürmürük. Arazın kənarında sərhədçilərimiz sözün sonunda t kimi tələffüz olundu. Çünki özündən sonra samitlə başlayan şəkilçi gəlibdir. Sərhədçilərimiz dayanmışdılar. Burada da n samiti m kimi tələffüz olunur. Bilirik ki, sözün sonunda, dayan sözünün sonunda n samiti var və bu tipli sözlərdən sonra m ilə başlayan hansısa bir şəkilçi gələrsə, o zaman n samiti m-ya keçmiş olur. İki fərq var, doğru cavab olur E variantı. Dəyərli müəllimlər, əziz müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Əgər video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və eyni zamanda paylaşmağı unutmayın. Bizimlə ödənişli formada sertifikasiya imtahanına, eyni zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşmaq istəyən müəllimlər hazırda qeydiyyat prosesi davam edir. Sentyabr ayından açılacaq qruplarımıza qoşulub, dərs qruplarına qoşulub, imtahanlara mükəmməl şəkildə hazırlaşa bilərsiniz. Bunun üçün isə aşağıda göstərilən nömrəyə WhatsApp-da yazıb qeydiyyatdan keçə bilərsiniz. Gələn videolarda görüşənə qədər hələlik.